Çinin Tianjin şəhərində Azərbaycan prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının sədri Si Jinpinlə görüşü olub. Əvvəlcə prezident İlham Əliyev və Çin Xalq Respublikasının sədri Si Jinpin birgə foto çəkdiriblər. Prezident İlham Əliyevi mənim əziz dostum deyərək salamlayan Çin Xalq Respublikasının sədri Si Jinpin dövlət başçısına onun dəvətini qəbul edərək Şət Plus formatında zirvə toplantısında, həmçinin Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibəti ilə keçiriləcək təntənəli tədbirlərdə və hərbi paradda iştirakına görə təşəkkürünü bildirib. Prezident İlham Əliyev də dəvətə görə təşəkkürünü ifadə edib və Çin Xalq Respublikasının xarici hərbi müdaxilə üzərində qələbəsinin 80 illiyi münasibəti ilə təbriklərini çatdırıb. Dövlət başçısı Azərbaycanın Tayvan, Honkonq və Sincan Uyğur Muxtar rayonu məsələlərində Çinin mövqeyini dəstəklədiyini və Tayvanda keçirilən seçkiləri pisləyən ilk ölkələrdən biri olduğunu qeyd edib. Prezident İlham Əliyev ölkələrimiz arasındakı ticarət münasibətlərində əsaslı artımın müşahidə olunduğunu vurğulayıb. Bir kəmər, bir yol layihəsinə toxunaraq onun vacib tərkib hissəsi olan və Azərbaycan ərazisindən keçən orta dəhliz vasitəsilə daşımaların, xüsusilə Çin yüklərinin daşınmasının artmasını bu dəhlizin səmərəliliyinin və cəlbediciliyinin nümunəsi kimi qiymətləndirib. Prezident İlham Əliyev həmçinin Azərbaycanla Ermənistan arasında normallaşma və sülh gündəliyi üzrə danışıqların iki tərəfli əsasda aparıldığını deyib, artıq iki ölkə arasında sülhün bərqərar olduğunu vurğulayıb. Söhbət zamanı Azərbaycanla Çin arasında əməkdaşlığın perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.